Bir var göz kontaktı qurmaq, bir də var gözü zilləmək. TED-in dindirməsində biz onun mütəmadi, onu dindirən şəxsi gözünü zillədiyini müşahidə edirik. Məhkəmə başlayır və dindirmələrə keçirlər. İkinci dindirilən şəxs Ted Bundy'nin özü idi. Dindirmədə əsas məsələlər nələr idi? Cəsədin tapıldığı ərazidə axşam gecə saatlarında Ted Bundy keçən yerdə polis onu saxlayır, sorğu-sual eləyir ki, bu saatda nə edirsən? Deyir ki, kinoya gedirəm. Amma əslində kino bileti tapılmır maşından. Kinoteatrda çalışanlardan sorğu-sual edirlər, heç kəs həmin gün Ted Bundy'ni görməyib və ətrafına da kinoya gedəcəyi ilə bağlı heç bir məlumat verməyib. Yəni dolayısıyla bunu həqiqət olduğunu göstərəcək heç bir əsas yoxdur. Və həmin ərazidə bir neçə gün sonra cəsəd tapılır və həmin cəsədin vəziyyətinə də baxanda həmin günlərdə ora atıldığı təxmin olunur ekspertiza tərəfindən və Ted Bundy bu yoldan ilk dəfə idi istifadə edirdi. Təbii bu qədər təsadüf ola bilməz ki, adam bu yoldan ilk dəfə istifadə eləsin və elə bir neçə gün sonra da oradan cəsəd tapılsın. Dindirmənin başlanğıcında hələ adını deyəndə Ted Bundy'nin artıq bədən dilindən müəyyən şeyləri analiz edib müəyyənləşdirmək olar. Görürsünüz ki, orada öz adını deyəndə gülüşünü saxlamaq üçün əlini ağzına aparır və burnunu tutur. Sanki bunu gizlətməyə çalışır, amma gülüşü də saxlaya bilmir. Ümumiyyətlə, dindirmə əsnasında uzun zamanda, müxtəlif zamanlarda onun gülüşünü müşahidə edə bilərik. Təbii ki, burada gülüş adekvat reaksiya deyil və əli ağza buruna tez-tez aparmaq o emosiyaları gizlətmək üçün cəhddir. Həmçinin oturuşu, davranışı olduqca özgüvənli görünsə də, danışanda mütəmadi jestlərdən istifadə eləməsi, polisin mikrofonu götürməyini göstərməyi, aradakı məsafəni əlindən göstərməyi, bunlar hamısı uydurulan yalanları daha inandırıcı eləmək üçün edilən cəhdlərdir. Çünki o bilir ki, danışdıqları həqiqət deyil, onları maksimum reallığa yaxınlaşdırmağa çalışır. Bir digər məsələ göz kontaktı idi. Bir var göz kontaktı qurmaq, bir də var gözü zilləmək. TED-in dindirməsində biz onun mütəmadi, onu dindirən şəxsi gözünü zillədiyini müşahidə edirik. Bu manipulyasiyaya cəhddir. Yəni o kontaktı aktiv ünsiyyətdə olmadığı anlarda belə o kəsiksiz göz kontaktı ilə qorumağa çalışır. Və bu dindirmədə əslində artıq TED-in o yalanlara cəhdi, yalan danışmağı həm də bədən dilindən, həm nitqindən, həm də bir-biri ilə məntiqi əlaqəsi olmayan fikirlərdən aydın özünü büruzə verir.